Yeni hesabata görə quş qripi artıq heyvan sağlamlığı problemi deyil, virusun məməlilərdə yayılma halları sürətlə artır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının yeni hesabatına görə məməlilərdə quş qripinə yoluxma hallarının sayı 2024-cü ildə əvvəlki illə müqayisədə 2 dəfə artıb. 459-dan 1022-yə çatıb. Eyni dövrdə ev quşlarında 943, o cümlədən qeyri-quş növləri üzrə 2570, çöl quşlarında isə 1548 epidemiya baş verib. Bu hadisələr 82,1 milyondan çox ev quşunun tələf olması ilə nəticələnib. Son 2-10 illikdə 633 milyondan çox quş ya yoluxma, ya da virusa ehtiva etmə səylərinin bir hissəsi olaraq məhv edilmə səbəbi ilə öldü. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı xəbərdarlıq edir ki, quş qripi heyvan sağlamlığı böhranından kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ticarət və ekosistemləri təhdid edən qlobal fövqəladə vəziyyətə çevrilib.